Mhm. Sonra bax. Səsim yaxşı gəlir dostlar. Gəlir. Okay, sonra hazır olanda çata yazaq və mən listening-i qoşum. Qoşum. Bəli. Okay. Everybody loves oranges. They are sweet and juicy. They are in sections, so it is easy to eat them. Some oranges do not have any seeds. Some have thick skin, while others have thin skin. The orange tree is beautiful. It has a lot of shiny green leaves. The small white flowers smell very sweet. An orange tree has flowers and fruit at the same time. There were orange trees 20 million years ago. The oranges were very small, not like the ones today. The orange tree probably came from China. Many different kinds of wild oranges grow there today. The Chinese started to plant orange trees around 4,400 years ago. Chinese art includes lovely old pictures of oranges and orange trees. Farmers in other parts of Asia and the Middle East learned how to grow oranges from the Chinese. Then they taught Europeans. The Spanish planted orange trees in the New World. In English, orange means both a fruit and a color. We use the name of the fruit for the color. Okay. İkinci dəfə də qoşum. Bəli. Getdik. Bircə dəqiqə. Everybody loves oranges. They are sweet and juicy. They are in sections, so it is easy to eat them. Some oranges do not have any seeds. Some have thick skin, while others have thin skin. The orange tree is beautiful. It has a lot of shiny green leaves. The small white flowers smell very sweet. An orange tree
has flowers and fruit at the same time. There were orange trees 20 million years ago. The oranges were very small, not like the ones today. The orange tree probably came from China. Many different kinds of wild oranges grow there today. The Chinese started to plant orange trees around 4,400 years ago. Chinese art includes lovely old pictures of oranges and orange trees. Farmers in other parts of Asia and the Middle East learned how to grow oranges from the Chinese. Then they taught Europeans. The Spanish planted orange trees in the New World. In English, orange means both a fruit and a color. We use the name of the fruit for the color. Necə burlasının qeydə? Yaxşı idi, asan idi məncə. Cavablar məndə yoxdur. Ona görə keçən dəfəki kimi eləyək. Sənən izah alaq və buyur. Burada deyir ki, orange trees əvvəllər də, qədimlərdə də yəni mövcud olub, amma mən burada A variantı yazdım. İndi bir də yerindeyim. Bir də burada deyirdi ki, kiçikdir indiki şeylər, bir dəqiqə. Deyir ki, the orange bu 20 milyon il əvvəl sözündən sonradır. 20 milyon il. The orange were very small, not like the ones today. Yəni indikindən çox daha kiçik olubmuş. Ona görə A variantı yazdım. Sonra 78-ci sualda deyir ki, niyə bu portakalları yemək asan idi? Bunu da bizə deyirdi. Əslində Y variantı yazmışam. İlk cümlələrində olmalıdır. Bəli, üçüncü cümləsində deyir ki, they are in sections, so it is easy to eat them. Bu çox gözəl bir cümlədir. Fidan, bunu bizə bilirsən necə izah elə. Bax, why deyəndə insanlar ən çox because gözləyir. Burada isə as'dir, yəni as da çünki deməkdir. Because, as, since hamısı çünki deməkdir. Bəli, since'in bəri mənası da var, çünki mənası da var. İndi biz heç birini görmədik. Biz hamısını belə gördük. Belə gördük. Və mən demək istədiyim məsələ nədir?
uşaqlar yazanda fikirləşir ki, bax bu hissəni mənə beləcə deyəcək, sonra deyəcəkdi ki, they are easy, they are in sections bu şəkildə. Amma burada elə demir. Birinci deyir ki, they are in sections, sonra deyir ki, so it is easy to eat them. İndi bunlar da buna qulaq asanda cümlə ucu qutarır. Deyirlər ki, ayda ondan əvvəlki cümlə idi mənim cavabım bu şəkildə. Amma bu uşaqlar bax bu so-nun because cümləsinin çevrilmiş halı olduğunu bilsələr, onun fərqində olduğunu bilsələr, bu onların işlərini yüngülləşdirə bilər. Düzdür? İndi səncə biz onları nətər başa salaq ki, bu so olan cümlə əslində because-dadır, prosta cümlənin tərəflərinin yeri dəyişikdir. So-la because-ın, yəni fərqlərini deyə bilərəm. So bizdə elədir ki, because bizdə çünkidir, bizim dildə tərcümədə çünki demək olur. So isə yəni beləliklə. Because-la başlayan cümlədə məsələn deyir because, məsələn də indi Azərbaycan dilində deyirəm, bəli, səbəb o. Because-dan sonra səbəb gəlir. Daha sonra ardı gəlir ki, məsələn nəticəsi nə oldu? Amma so-dan sonra bizdə nəticəsi gəlir ilk başda. Ondan əvvəldə bir şey olur, yəni onun səbəbi olur. Ona görə də yəni bu suallarda daha rahat işləmək üçün məncə ilk öncə dinləmənin sözlərinə, ümumiyyətlə dinləmədə olan sualların sözlərinə baxmaq daha yaxşı olar. Çünki sections eşidəndən sonra bildim ki, məsələn mən 78-ci sualdır və Y variantı. Çünki burada başqa sections yoxdur da. Yəni bir dənə orada sections sözü var. Ona görə diqqətlə baxıb ondan sonra işləmək daha yaxşıdır. Doğrudur. Əla. Bəs yaxşı, bu cümləni bizə çevirə bilərsən? Bax, they are in sections, so it is easy to eat them. Bu cümlə so ilə ifadə olunub. Bunu bir dənə because-la ifadə elə. Məsələn, Cerudla verəcəm başlanğıcı, nəysə orası çox önəmli deyil. Olsa eating orange is easy because they are in sections. Əslində ona ehtiyac yoxdur. Gəl sən dediyini yazım. Deyək ki, eating, bax bu hissəni köçürdürüm dostlar. Eating orange easy. 2 dənə yazdım hərf səhvi. Because they are in sections. Bu şəkildə. Buradakı because bu şəkildədir. Amma bunun fərqi yoxdur. Biz bunu eating verməsəydik olar. Bax, həmin bu cümlənin yerinə bax, belə də yaza bilər. Olduğu kimi. It is easy to eat them. Bu şəkildə də olar. Əla. Mən deyirəm, bunu uşaqlara izah edə bildik izləyicilərə ki, necədir? İzləyici sözünü də heç vaxt sevmirəm. Amma neysə. Mən Əlbəvata gəl axırda baxaq. Yəqin ki, sən də axırda baxırsan. Mən elə ardıcıl işləyirəm mən. Amma Əla. ən son dinləmə. Əla. 79-da indi bizdə mətn nə haqqdaydı soruşur. Məsələn, A variantı bizim cavabımızdır. B variantına gəlsək, deyir ki, Çin insanlarının həyatı nə əlaqə? Burada portağallardan danışırdı. B variantı getdi. C variantda deyir ki, Çin rəsmi əsəri nəsə. Bunun da heç bir əlaqəsi yoxdur. C variantı getdi. D variantında deyir ki, narıncı rəng haqqında məlumat. Bu rəng haqqında sonlarda biraz dedi ki, orange həm rəngi bildirir, həm meyvəni bildirir. Amma yenə də dəxlisi yoxdur. Sadəcə sonda bizə elə bir məlumat verdi, bu qədər. Başlanğıcdan, yəni başlayır düz axıra kimi bu orangelardan danışır ümumiyyətlə. Y variantında isə deyir ki, meyvələrin rəngləri, bunlar da çox mənasız variantlardır. Burada bir dənə A variantı zaten mənalı idi, o da cavabımız olacaq. 80-ci sualda da birincisində deyir ki, wild orangelər, bu portağallar Çində yetişmir. Burada bir hissəsi var idi. Bəli, bu from China hissəsi var. From China, many different kinds of wild oranges grow there today. Orada yazıb. Yəni bu bizdə false-dur əslində. Çünki yetişir.
Sonra ikincisi true olacaq. Niyə? Çünki bunun da biraz sonlarda bəli Spanish olan hissəsi var elə bir dənə. The Spanish planted orange trees in the New World. Elə bunun eynisini deyir şeydə, dinləmədə. Ona görə bu da truedur. Sonra üçüncüsündə bu false olacaq. Çünki deyir ki, portağal sadəcə meyvə bildirir, rəngi bildirmir. Amma ən sonda bizə dedi ki, orange means both a fruit and a color. Yəni hər ikisini bildirir. Dördüncüsündə də bizə true olacaq. Çünki deyir ki, an orange tree has flowers and fruit at the same time. Bunu da deyirdi. 20 milyon il sözündən əvvəlki cümlədir. An orange tree has flowers and fruit at the same time. Bu da düzdür, yəni doğru olur. Bəli. Əla. Təşəkkür. Əvvəlki sınağı da demişdin ki, yazıb atacağam. Onu yazıb atmışdım, mən onu yoxlamışdım Fidan. Mən onu yazmışam, amma deyəsən göndərmək yadımdan çıxıb. Okay. Amma yazdıysan burada. Okay. Onu mənə indi göndər, mənim şəxsi nömrəmə göndər. Menecerə göndərmə, mənim şəxsi nömrəmə göndər. Oldu mu bir dəqiqə? Göndərdim onu. Okay. Bunu birlikdə yazmaq istəyirsən? Olar. Əslində bunu dünən dərsdə biraz işləmişdim. Amma hamısını yazmamışam. Okay. Hansı formada yazsan səncə izah eləməyə daha rahat olar və uşaqlara yaxşı ötürə bilərsənsə o şəkildə eləyək. Birinci yazıb sonra bizə təqdim eləmək, yoxsa bizimlə birlikdə bir-bir yazmaq? Dünən biraz işləmişəm, yəni demək olar ki, hazırdır, belə deyə bilərəm. Okay. Danışa bilərəm. Okay. Gəl o zaman. Olsa bir dəfə bizimlə birlikdə yazmışdın. Gəl indi bir dəfə hazır şəkildə eləyək. İstərsənsə o zaman özünkünün üzərində biraz edit elə, sonra bizə o şəkildə at, yoxlayaq. Bir dəqiqə biraz düzəlişlər edirəm, göndərəcəm. Okay. Very good.
Mən də razıyam. Okay. Hı hı. Gel bugününkündən başlayaq. İzah eləmək istəyirsən özün? Bəli. Burada indi birinci şəkillərin ardıcıllığına baxmalıyıq. Şəkillərdə görürük ki, birinci şəkildə payız gününə oxşur. Məsələn, mən ona essedə yazmışam ki, payız günüdür. Məsələn, rəngləri də qatmışam ki, yarpaqların rəngi belədir. Məsələn, yaşıldır, narıncıdır. İndi o deyəndə deyəcəm. Bu birinci şəkildədir. Yəni baxırlar və yerdə də bəzi şeylər var. Düzünü desəm bu üçüncü şəkildə olan şeylər tam olaraq nədir bilinmədi. Mən orada bir termin işlətmişəm. Creatures yazmışam. Bir də mushrooms demişəm. Çünki orada bir göbələyi görürəm, onu bilirəm. Amma digərləri tam olaraq nədir tam başa düşmədim əslində. Heç mən də başa düşmürəm ki, onlar nədir. Bilirsən nəyə Onlara bənzəyir? Creatures yazdım mən. Bilirsən bu nəyə bənzəyir? Mən də anlamıram bu nədir hal-hazırda. Ağlıma gələn bir dənə variant var. Başa düşürəm sən yaratıq yazmısan buna, məxluq tipa. Maşınını görürsən oğlanın burada. Və oğlanın maşını olan maşının içərisindən bu oyuncaqlar bəlkə də yerə düşüb. Bu oğlan da yerə düşən oyuncaqlarını bu nənəsidir, mamasıdır, bu nədirsə onunla birlikdə yığıb gətirib evdə yuyub qoyublar bura falan, nə bilim. Elə bir şey ağlıma gəlir. Belə məzəli bir şeydir. Başım indi görək nə ortaya çıxıb. Bu nə cür şəkildə zarafatsız. Baxmaq şəkildə. Nəysə. İkinci şəkildə o uşaq eləyir, maşına yığır falan. Üçüncüsündə də onları izləyir. İndi mən birinciyə başlamışam, yenə mən həmişə one day ilə başlayıram. Yəni one day ilə başlamışam. One day Nihat went to the nearest forest with his grandmother. Bu ana eləməmişəm, nənə eləmişəm onu. Bir də əlavə orada meşəyə gediblər. Bir də əlavə olaraq orada məsələn söz artırmışam ki, nearest də, yəni sifəti işlətmişəm üstünlük dərəcəsindəki ən yaxın meşəyə gediblər. Ən yaxın meşəyə gediblər nənəsi ilə bir yerdə, his grandmother. Sonra da bu bayaq dediyim kimi yarpaqların rəngindən falan danışmaq üçün qeyd eləmişəm ki, it was a fall day. Fall bizdə şeydə autumndan, yəni payızla əslində eyni mənadadır. Sadəcə mən burada məsələn autumn yox da fall istifadə elədim. Yəni bir payız günü idi və yazmışam ki, the leaves were green, orange, yellow, yəni deyirəm yarpaqlar yaşıldır, narıncıdır, sarıdır, o şəkildə göstərilənlər tipində. Və yazmışam ki, their appearance was gorgeous, yəni onların görünüşü də çox gözəldir. Yəni şəkildə də biraz qəribə tipdə verib, çox qəşəng görsənir. Ona görə yazmışam ki, was gorgeous. Sonra
Sonra yazmışam ki, başlamışam bu yerdə olanlardan, məsələn, o adını bilmədiyimiz şeylərdən yazmışam ki, there were some creatures, mushrooms. Məsələn, göbələyi həqiqətən görünür şəkildə, amma digərlərini həqiqətən anlamadığım üçün kiçik şeylər kimi yazmışam da, yəni məxluq kimi bir şeydir. Əslində creatures necə izah edeyim bilmədim. Məxluq da tam şey olmur, uymur buna. Yaratıq. Yəni yaratıq kimi də, yəni elə bir şey, qəribə bir şeylərdir. Samla vermişəm. Burada şeydə quantifiers'a da əslində müraciət eləmişəm. Samdan sonra məsələn plural vermişəm. Uncountable olardı mı? Olardı, amma indi mənim verdiklərim uncountable deyillər, sayıla bilirlər. Ona görə cəmləşdirmişəm onları. Sonra bundan sonrakı cümlədə də yazmışam Nihad was interested in them. Yəni burada da artıq prepositions-da istifadə eləmişəm. Interest in, bizdə belə bir şey var idi. Maraqlanmaq. Yazmışam ki, Nihad was olan hissəsinə də əslində fikir verməliyik. Çünki bəzən Nihad interested in də yazırlar. Amma bu səhv olur. Çünki biz başda to be qoymalıyıq. Ona görə yazmışam Nihad was interested in də. Nihad bunlar haqqında maraqlanır. Sonra Nihadı artıq əvəzləmişəm. Çünki çox təkrara yol vermək olmaz. Ondan da bal kəsilə bilər. Nihadı əvəzləmişəm the little boy olaraq, kiçik oğlan şəklində. The little boy started to carry them to the behind of his toy. Bir də burada əlavə kimi, bizim dildə əlavə kimi bir şey istifadə etmişəm. Toy, yəni oyuncaq maşını da, yəni maşını. Toy car əlavə kimi əslində olub burada, bizim dildə desək. Burada da deyirəm ki, balaca oğlan başladı bunları oyuncaq maşınının arxasına yığmağa. Yəni behind də istifadə eləmişəm burada məsələn. Sonra nə etmişik? Sonra yenə bir söz artırmışam. Then istifadə eləmişəm. Yəni daha sonra, məsələn birbaşa day ilə getməmişəm. Sadəcə yazmışam ki, then, yəni daha sonra they arrived at home. Burada bir qayda var indi bizdə. Arrive-la at-in, bir də in-in işlənmə qaydası. Biz bunu small-la, bir də big-lə yadda saxlamışdıq. Small, yəni small şeylər, yəni kiçik şeylər olanda, kiçik yerlər olanda belə desək, at istifadə eləyirdik. Böyük yerlər olanda da in istifadə eləyirdik. Məsələn, şəhər, ölkə, arrive in olurdu. Mən burada ev istifadə etmişəm deyə at-lə verdim bunu. Arrived at home. Onlar evə çatdılar mənasında olur. Sonra nə yazmışam? Sonra burada past perfect istifadə etmişəm, amma məncə keçmiş zamanda olardı. Sadəcə mən biraz yəni perfect cümlə olsun deyə istədim, formla işlətmişəm, çünki sonda fikir versəniz. Orada yazmışam ki, he had watched them for an hour. Axırıncı sözün tələffüzü necə olur bilmirəm. Sadəcə mən Okay. Sadəcə mən bir dəfə görmüşəm ki, bu həvəslə mənasına gəlir. Amma tələffüzünü həqiqətən bilmirəm. Ona görə o mənada yazmaq istəmişəm ki, onları həvəslə izlədi. Bu qədər. Okay. Enthusiastically. Bu şəkildə deyiləcək. Ay, maraqlı. Okay, uşaqlara bir şeylər burada deyim. Birincisi, axırıncı cümlədən başlamaq istəyirəm. Deyək ki, kimisə az vaxtı qalıb və bu videonu izləyir. Və Fidanın əzəsini görüb bütün həyatdan küstü ki, bu nə əsədir, bu niyə belə mükəmməldir falan. Uşaqlar bəlkə elə şeylər düşünənlər, elə şeylər düşünməyən uşaqlar. İndi gəlin sizə biraz yön verək. Buradakı məsələ nədir? Bax, oradakı had watered özü də dedi ki, bu olmasa da olardı. Həqiqətən də olmasa da olardı. Hə, bilirik. For'dan sonra time olmalıdır, okey. Amma durun mən burada hədə yazmasam, mən heç kəs durub kəsməyəcəkdir, öldürməyəcəkdir. Yəni dəhşətli belə bir şey deyil. Bu şəkildə. Daha sonra kimsə durub burada enthusiastically yazmasa, nə yaza bilər ona? Misal üçün özü bir şey deyim, burada perfect istifadə edəndə söz artır da. Had watered. Sizə də söz istəyir də, cümlə istəmir ki, siz 11 deyirsiniz. Enthusiastically-yə başqa nə verək? Məsələn, deyə in a fun way, əyləncəli bir şəkildə, biraz məzəli çıxır, amma nə isə.
In a fun way nə deməkdir? Qəbulən bunu başa salım. In dım way adverb-ə çevirir. İstənilən bir şeyi adverb-ə çevirir. Əsasən bura adjektivi qoya bilirik və yaxud ki, belə bir şey qoya bilirik. Bu şəkildə. Nəsə ağlıma gəlmədi. A-ını verə bilər, heç verməyə də bilərsiniz heç nə. Okay. Sonra buradakı dan sözü, bunu zaten bir çox uşaq zaten istifadə edir. Elə sözə istifadə edir uşaqlar, çünki söz artırır. Amma əlbəttə ki, mən o yerdə istifadə edəndə, yəni sözü artırmaq üçün söz artırmaq, Sonra burada some var. Quantum, bax, sizin hamınızı highly encourage edirəm ki, adjective, adverb, bu misal üçün adverb ən axırdakı enthusiastically. O söz adverbdir. Adjective sifətdir. Bax, misal üçün burada deyir ki, gorgeous deyir. Və burada ən birinci cümlədə nearest deyir, ən yaxın meşə. Lazımdır bizə ən yaxın meşə demək üçün önəmli bir detaldır? Yox. Əlbəttə ki, cümləyə söz əlavə edir. Və həqiqətən də söz məntiqlidir də. İndi məsəl üçün deyək ki, məntiqsiz bir ora adjektiv qoysa, məsələn, deyək ki, ora şey yazdı. Tall forest, yəni hündür meşə. İndi hündür meşə deyəcəm ki, məntiqsizdir, əslində biraz məntiqli də səslənir. Bəlkə də hündür ağac mənasında ola bilər deyənə. Nə bilim axı, nə deyək? Dayaz meşə. Məntiqsizdir, dayaz meşə olur. Bu şəkildə. Dayaz nə deməkdir? İngilizcə yəni onu öyrədim. Shallow, dayaz. Surface level, yəni dipdəki dərin. Yəni bunları, bu misal üçün əlaqəsiz bir adjektivlərdir. Bunu başını buraxmaq lazımdır. Yəni bunları əlavə eləyin. Məsəl üçün deməyin də ki, məsələn deyək disiplinli fidan. Təkcə disiplinli fidan demə də, əlavə elə. Artırdı, nəinki nə bilim ağıllı və disiplinli fidan. Burada ağıllı sözünü əlavə elə falan. Nə bilim, gözəl sözünü əlavə elə. Gözəl, ağıllı və disiplinli fidan. Bunlar sizə söz əlavə edir və hətta elə bir cümlə yaza bilərsiniz ki, bir dənə cümlə birinci şəklə aid olsun. Bir dənə cümlə birinci şəklə aid olsun. Bir dənə cümlə də bura aid olsun. Amma cümlələriniz o qədər yekə olsun ki, bu adjective, adverb və başqa şeylərdən qaynaqlanaraq 35 söz eləyə bilər. Hətta burada misal üçün burada oğlanın adını Nihat deyib də, düzdür? İndi sən buna the little boy deyib də. Fikir verdiniz, yəni bir sözü qatladı 3 söz elədi. Yəni belə şeylərə fikir verin dostlar. Mən niyə çıxdım şimdi? Çıxmağımda məqsəd nə idi? Bu belə. İndi o birinin şəklinə gedək baxaq. Başım ağrıyor Güngülvari. Lənətə gələsi bir şəkildə izah edilmişəm. Təşəkkür edirəm. Məncə bu biri idi. Bəli. Mən bunu yekəldim. Burada var ya əslində. Ehtiyac yoxdur. Gəl bir baxaq. Buyur Fidan. Burada yenə birinci şəkildə baxırıq, görürük ki, nəsə yəni marketdir. Kitabdır deyə düşünürəm. Çünki axırda da fikir versinizsə, kitabdan oxuyur da, bacısı olsun o birisi də məsələn. Kitab alır. Daha sonra gedir, harasa gedir, ikinci şəkildə harasa gedir və üçüncü şəkildə də göstərib ki, evdə məsələn oturublar, nəsə oxuyurlar da, həmin kitabdan oxuyurlar. İndi mən burada yenə başlamışam one day ilə, ya da once-la da başlamaq olar. Mən sadəcə demək olar ki, həmişə one day ilə başlayıram deyə elə getmişəm. One day Nihad, yəni Nihaddır. Nihad went to the market to buy the book for his sister. Yəni birincisində bu axırdakı şəkildə məsələn bacıdır deyək. Mən bacı nəzərə almışam. Nihad gedib marketə ki, bacısı üçün kitab alsın.
Burada bəzi şeylər var indi. Nə var? Məsələn, went to the market. Məsələn, marketə to-nu orada istifadə eləmişəm. Bir də ondan sonra da to gəlib. Orada artıq üçün mənasına gəlir. Yəni kitab almaq üçün gedib. Birincisində Aə-dir, ikincisində isə üçün mənasına gəlir. Eyni şeylər deyilər əslində. Sonra ikinci cümləsində yazmışam ki, he wanted that this book will contain plenty of tales. Orada tale yazmışam əslində hekayələr mənası, nağıllar mənasında o cəhətdən. Birinci bu hissəsini deyim, çünki and-dən sonra orada bir mürəkkəb cümlə yaratmışam. Bir hissəsini deyim, sonra digər hissəsini deyərəm. Burada yazmışam ki, Nihad nə istəyir? Yəni istəyir ki, bu kitab çoxlu, yəni plenty of yazmışam. Amma orada a lot of da ola bilərdi, lots of da ola bilərdi. Üçü də eyni mənaya gəlir. Mən plenty of-la yazmışam. Nihad istəyir ki, bu kitab çoxlu nağıllardan təşkil olunsun, ibarət olsun. Contain vermişəm orada. Bir də will-lə vermişəm o hissəsini. Bir də ona fikir verirsə, will-lə yazmışam. Amma səhvdir. O hissəsi səhvdir. He wanted that. O istəyirdi ki, əslində bu that-la desə yana vermək biraz məzəlidir. Yoxlayan ümid edirəm ki, başa düşər ki, sən burada ki demək istəmirsən. He wanted that this book to contain plenty of tales. O istəyirdi ki, yəni bir çox nağılları özündə əks etdirsin. Gəlsən də mən bunu nümunə ilə deyim. Məsəl üçün deyirəm ki, qara rəng gözünü incitmir. Ay deyəm, mən bu bir rəngi sevirəm. Məsələn, I want şəxs to etməsini istədiyim şey. Bu şeydir mənim complex object. Bu kompleks objectdir. Okey, buradakı want-a görə. Amma ki, bu cümlə bir şablondur. Fidan. Bilsən necə? Məsələn, deyirəm ki, I want, məsələn, kiminsə nəyisə eləməsini istəyirəmsə, bunu deyirəm. Bu icbar növü deyil. İcbar növümüz bizim nə idi? Causative idi. Causative-in düsturunu deyə bilərsən bizə? Heç vaxt istifadə olunmur. Bir dəqiqə mənim xatırım. O have-lə idi, bir dəqiqə, bir də have-lə bir də nə ilə işlənirdi? Get. Get-lə, bəli, amma düstur yadımda deyil, xeyr. Okay. Have, has, get. Bax, bu hissəsi istənilən zamana girə bilər. Nə bilim, axı, perfectdir, davam edicidir falan, hər şey. Sonra cansız object. Sonra nə? Feilin üçüncü forması. Bu icbar növüdür. Məsələn, deyirəm ki, I had, bunu görsünüz, bunu had-ə çevirdim. I had cansız object. Saçımı kəstirdim deyirəm. Deyirəm ki, mənim saçım nədir? My haircut. My hair. Burada üçüncü forması cut. I had my haircut. Yəni saçımı kəstirdim. Bu, bundan deyil. Bu başqa bir şeydir. Məsələn, deyirəm ki, I want Fidan to explain the writing. Fidanın writing izah eləməsini istəyirəm. Bu arada bu şablonun növü mənim günlük həyatda istifadə elədiyim, çox istifadə edirəm bu cümləni. I want falan kəsin falan şey eləməsini və yaxud da soruşuram. Deyirəm ki, məsələn, sən mənim falan şey eləməyimi istəyirsən, yəni falan şey eləyim. Bunu belə də qura bilərəm. Yəni, do you want me to do nəsə, elə bir şəkildə və yaxud da ki, shall I, o şəkildə də qurmaq olar. Nəsə, gedib general English-a gedib çıxmayaq. Yəni, bax, belə bir məsələdir bu. İndi burada ona görə deyir ki, istəyir ki, yəni belə olsun. Məsələn, istəyirəm ki, falan kəs bunu eləsin, ya da ki, istəyirəm ki, kitab belə olsun. O zaman bu şəkildə quracağım. Super. Sonra? Sonra ikinci hissəsində yazmışdım ki, və xoşbəxtlikdən yenə Nihadı əvəzləmişəm. Bu dəfə the young boy yazmışam, little boy yazmamışam. The young boy found found what he need yazmışam. Yəni nə mənaya gəlir? Xoşbəxtlikdən bu cavan uşaq nəyi istədiyini tapır.
Burada what-la vermişəm. What istifadə etmişəm. Nəyi istəyirsə onu tapır. Yəni o istəyir hekayələrlə falan dolu olsun, onu tapır. Daha sonra nə etmişəm burada? Sonra bir şeydir, yəni bağlayıcı kimi after that yazmışam. Məsələn, bayaq then istifadə etmişdim, indi after that-la vermişəm. Bundan sonra yenə eyni mənaya gəldi. After that, he went to the house. Burada to the house yazmağımın məqsədi to-nu istifadə etmək istirdim səbəbsiz yerə, amma home versəydim, home-la to işlənmir də. Ona görə home verməmişəm, house vermişəm. Eyni şeylər təbii ki. Sadəcə yenə to-nu işlətmək üçün də to da bir şeydir. Sözümü artırmışam orada. Yazmışam ki, bundan sonra o evə qaçdı. Sonra nə yazmışam? Yazmışam ki, his sister, yəni onun bacısı, Nihadın bacısı became too happy when her brother came here. Yəni yazmışam ki, onun bacısı too happy yazmışam. Burada da söz artırmışam. Məsələn, burada very də ola bilərdi, so da ola bilərdi. Mən too yazmışam. Çox xoşbəxt oldu. Nə zaman? When-lə vermişəm, anda ilə. Anda olaraq tərcümə olunacaq ki, nə zaman? Nihad evə gələndə. O mənada when istifadə etmişəm. Bir də keçmiş zamanda yazmışam. Came-lə vermişəm onda. Hər iki tərəfini past simple-da vermişəm. Sonra came here yazmışam. Orada da bir nöqtə var. Çünki here'dir, there'dir bunlarla preposition işlənmirdi. Biz bilirdik ki. Yəni mən burada came to here verə bilmərəm. Sonra nə yazmışam? Sonra they read funny, sometimes scary moments in this interesting book. Burada read'in şeyi var, yəni həm keçmişi də, yəni past simple-da da, present simple-da da bizdə read elə birincisində read-dir, ikincisində read olaraq tərcümə olunur məncə, tələffüz olunur məncə. Eyni şeylərdir. Məsələn, id artırmamışam ya da kökdən dəyişməyib. Məsələn, put da belədir, cut da belədir, o feillərimizdəndir. Yazmışam ki, onlar bəzən əyləncəli, bəzən də yəni qorxulu momentlər, yəni moment necə tərcümə olunub? Necə tərcümə edim bunu? Anlar da, yəni orada bəzi şeylər var ki, onlar həm məsələn qorxuludur, həm əyləncəlidir, o şəkildə tərcümə etsək belə olur. Bir də yazmışam in this interesting book, yəni bu maraqlı kitabda oxuyublar da, yəni bu şəkildə. Bir də burada məsələn in istifadə eləmişəm. Bir də book'un yanında yenə bir sifət əlavə eləmişəm. Interesting yazmışam. Oradan da söz artırımı etmişəm əslində. Bu maraqlı kitabda, yəni bu şəkildə. Bəli, əla. Super. Mükəmməl. Bu səni də ağlımıza gətirdik.